Deməli 31-ci sualda qalmışdı uşaqlar. Rabitənin ardını yazırıq. 31-ci sualda nədir? 31-i oxuyub alalım. Hansı sıra üzrə karbon atomları arasındakı rabitənin uzunluğu artır? Deməli birinci maddə karbon atomları arasında rabitənin C2H4. C2H4 yazıb. Bəli. İkincidə C2H6. etanı yazıb. Üçüncüdə C2H2. C2H2. Rabitənin uzunluğu artır. Eten, alken, en və ya nə deyirlər buna? İlen, etilen. En beynəlxalq adıdır, ilen tarixi adıdır. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir. Bu maddənin də adı etin, beynəlxalq adıdır və ya asetilen, inlərə aiddir. Birinci maddədə alken olduğuna görə, alkenin ilk nümayəndəsi, alkende karbon atomu 2 dənədir və onların arasında C2H4 idi birinci maddə. 2 qat rabitə var. 2 valenti gedib ikisini hidrogenlə əvəz edilir. Burada bir 2. 2 qat rabitə, karbon atomları arasında 2 qat rabitənin uzunluğu 0,134 nanometrdir. İkinci maddə alkandır. Alkan etanı yazıb ikinci maddədə. Etanda karbon 2 dənədir burada. Baxın, karbon atomu 2 dənə. Və karbonun valentin biri gedib, üçündə hidrogen yazıram. Burada da biri gedib, üçünə nə yazıram? Hidrogen. Karbon atomları arasında tək qat rabitənin uzunluğu 0,154 nanometrdir. Bu kovalent qeyri-polar rabitədir. Və axırıncı maddə alkindir. Alkinlərdə karbon atomları arasında karbon 2 dənədir. 3 qat rabitə var. Karbonun valentin 3-ü gedib, birinə hidrogen birləşib. 3-ü gedib, birinə yenə hidrogen birləşib. 3 qat rabitənin uzunluğu 0,12 nanometrdir. Deməli, tək qat rabitənin əmələ gəlməsində 2 elektron iştirak edib. Baxın bura uşaqlar. 3 qatın əmələ gəlməsində 6 elektron. 2 qatın əmələ gəlməsində 4 elektron. Uzunluğun, karbon atomları arasında rabitənin uzunluğunun artmasıdır, yoxsa azalması sırası uşaqlar? Artması. Uzunluğu artır. Artır deyirsə, onda ən kiçik məsafə inlərdədir, C2H2. Sonra C2H4, sonra C2H6 gəlməlidir. Burada 3 qat rabitənin, karbon atomları arasında 3 qat rabitənin uzunluğu 0-dan, bir dənə 3 qat rabitə var, 2 karbon atomu yazdım. Bir dənə 3 qat rabitənin uzunluğu karbon atomları arasındakı 3 qat rabitənin yaranmasında 6 elektron iştirak edib 0,12 nanometr. Alkenlərdə 2 qat rabitə 4 elektron iştirak edib. Məsafə 2 karbon atomu arasında rabitənin uzunluğu 0,134 nanometr. Və etan alkandır sonuncu. 2 elektron iştirak edib 0,154 nanometrdir. Bu neçədə yazılıb orada? Astilen neçəncidə yazılıb? B variantı. B variantı oldu orada. 3, 1, 2. 3, sonra 1, bir də 2 oldu. Keçirik növbəti sual. 32-ci sual. 32 oxuy zəhmət 1 olma. mol natrium 2 SO4-də olan Natrium 2, SO4-ün adı nədir? Natrium sulfat. 1 mol. olan polyar kovalent rabitələrinin mol sayını müəyyən edin. Deməli 1 mol natrium sulfat orta və necə duzdur? Normal duz. Sulfat turşusunu bilirsiniz, 2 əsaslı turşudur. Turşunun əsaslığını bildirən hidrogen eyni metalla tam əvəz olunub. Polyar kovalent rabitə deyəndə kükürlə nə arasında soruşur? Oksigen arasında olan polyar necə rabitə soruşur? Kovalent rabitə. Polyar kovalent rabitə. Sual işarəsi. Oksigenli duzlarda ümumiyyətlə rabitənin 2 növü var. İon rabitəsi var və bir də kovalent necə rabitə var? Polyar rabitə, 2 rabitə var. Kükürt sulfat turşusunda valenti 6-dır. Biz onu şifahidə tapa bilərik. Amma həllini necə yazırıq? Neçədən natrium var idi orada? 2 dənə. Natrium valenti 1-dir. Oksigenlə birləşib. Oksigen mərkəzi atom kükürlə birləşib. Kükürdün valenti 1, 2, 3, 4, 5, 6. Sulfat turşusunda kükürdün valenti 6-dır. Dərəcəsi isə neçə 6-dır? Müsbət 6. Bir dənə elektron, 2 dənə burada oksigenə verib elektron. 2 dənə oksigen alıb. Oksigen bir dənə burada kükürddən alıb, bir dənə natriumla -2, -2. Hidrogen elektronu, hidrogen deyirəm, natrium metalda elektronu verib müsbət 1, müsbət 1. Natriumla, baxın, oksigen arasında
neçədə ion rabitəsi oldu? 2 dənə metalla qeyri-metal arasında. Kükürdlə oksigen arasında 6 da kovalent polar rabitə və yaxud da ki polar necə rabitə var? Kovalent rabitə. 1, baxın 1, 2, 3, 4, 5, 6. İndi bunu imtahanda tutaq ki düşüb uşaqlar sizə. Şifa necə yazmaq olar? Baxın şifa belə yazılır. Natrium sulfat orta və necə duzdur? Normal duz. 1 molekul deyil, yoxsa 1 molunda? 1 molekul. Bax bir dənə molekulu. Bax 1 molekulunda. Natrium 1 molunda, daha doğrusu 1 molunda natriumla oksigen arasında rabitə var. Natriumla oksigen arasında rabitə tapmaq üçün natrium valentin indeksinə vuranda 2 dənə nə rabitəsi? İon rabitəsi. Ən güclü rabitə ion rabitəsidir. Metalla qeyri-metal arasında yaranır. Bu metaldır uşaqlar. Bu nədir be? Qeyri-metal. Sonra kükürdün valenti SO4'ün qrup halında valenti 2'dir uşaqlar. Çox vaxt uşaq deyir, kükürdün bura 6 yazıram. Uşaqlar deyir ki, burada müəllim 2 var axı. Bu SO4'dir uşaqlar. H2SO4 neçə əsaslı turşu qalığıdır? 2 əsaslı turşu qalığıdır. Yəni onun turşusu H2SO4. SO4 burada nə qalığıdır? Turşu qalığı. Buradakı kükürdün valenti isə 6. 6 olduğu üçün həmin orada şifayı yazanda natrium sulfatda hidrogenin ikisi eyni metalla tam əvəz olunubsa, orta və necə duzdur? Normal. Natrium valenti 1 oldu. Rabitə nə ilə nə arasında oldu? Oksigen və bir də kükürdlə oksigen arasında. Kükürdlə oksigen arasında kükürdün valenti 6'dır. 6'yı vurduq kükürdün indeksinə. Elə 6 da kovalent hansı rabitə oldu? Polar. Deməli 6 da kovalent polar. Elektron sıxlığı kükürddən hara doğru çəkilir? Oksigenə. Kükürd də qeyri-metaldır, oksigen də qeyri-metaldır. Oksigen alır, kükürd verir. Elektronu verən necə yüklənir? Müsbət, alan isə mənfi yüklənir. Natriumun bütün duzları suda neynir? Həll olur. Metalın dərəcəsi müsbət 1, duzlarda oksigenin dərəcəsi mənfi 2. 2'ni vurdum 4'ə, 8'dən də 2 çıxanda, baxın bu 2 çıxanda mərkəzi atomun dərəcəsi müsbət 6. Kükürdün valenti 6'dır, dərəcəsi də müsbət 6. Polar rabitə neçədə oldu uşaqlar? 6 dənə. Cavab nə bəndi? Y bəndi. Hər tərəfli izah elədik, ona görə belə uzun çəkdi. Sonra digər ikinci sual. 30 neçənci sualdır? 33. 33'də nə deyir orada? 1 mol kalyum Ortofosfat. 1 mol kalyum ortofosfat. Kalyum ortofosfat deyəndə ortofosfat 3 əsaslı turşudur. Kalyum valenti 1'dir, bu 3 gəldi bura. Yəni yaduza gəlirsə ortofosfat aqreqat halı bərk halında olan turşudur. Normal şəraitdə aqreqat halı bərkdir. 3 əsaslıdır və turşunun əsaslığını bildirən hidrogen eyni metalla necə əvəz olunub? Tam əvəz olunub. Kalyum ortofosfat. Kalyum ortofosfat turşusu 3 əsaslı turşudur. Turşunun əsaslığını bildirən hidrogen 3'ü də eyni metalla necə əvəz olunub? Tam. Orta və normal duzdur və bu duzun adı nədir? Kalyum ortofosfat. Kalyumun bütün duzları nədə həll olur? Suda həll olur. Bütün duzları həll olur. Kalyum ortofosfatın 1 molunda, nə soruşur orada? 1 molunda olan? 1 molunda olan polar kovalent rabitələri mi olur? Polar kovalent rabitə. Polar kovalent rabitə deyəndə, kovalent rabitə deyəndə elə qısa yazılır. Polar kovalent yaxud da kovalent polar rabitə qeyri-metallar arasında olmalıdır. Kalyum neçə dənədir? 3 dənə atom kalyum yazırıq. Hər kalyum valenti 1'dir. Onu oksigen atomuna birləşdirirəm. Mərkəzi atom fosfor. Fosforun valenti 5'dir. 1, 2, 3, 4, 5. Fosfor ilə oksigen arasında 5 dənə kovalent polar və yaxud da polar kovalent rabitə var. Fosforun valenti 5. Dərəcə isə neçə 5'dir? Müsbət 5. Elektronu metal verir. Fosfor oksigenə verir. Oksigen mənfi 2, mənfi 2. Elektron sıxlığı fosfordan oksigenə, kalyumdan da oksigenə doğru gəlir. Metallar necə yüklənir? Müsbət 1. Oksigen burada mənfi 2. Fosfor isə neçə 5 oldu? Müsbət 5. Bu yazılmış formada. Sigma rabitə, tək qatlar sigmadır. Bir dənə burada nə rabitəsi var? Pi. Cavab oldu 5. Amma biz bunu şifayət tapmaq üçün nə etməliyik uşaqlar? Kalyum ortofosfat oksigenli duzdur. Bütün oksigenli duzlarda 2 rabitə var. İon rabitəsi var
və bir də kovalent hansı rabitə var? Polar və yaxud da polar kovalent rabitə. İyon rabitəsi nə ilə arasındadır? Metalla oksigen arasında. Metalın valenti birdir, biri vurduq 3-ə. 3 dənə nə rabitəsi oldu? İyon. Bəs fosforun valenti neçədir uşaqlar? 5. 5-i vururuq indeksindəki 1-ə. Fosforla da oksigen arasında 5-də kovalent hansı rabitə var? Polar və yaxud polar kovalent rabitə. Deməli, burada siz əsaslığı ilə bunu qarışdırmayın. Məsələn, uşaq əsaslığı ilə qarışdırır, deyir, ortofosfatın üzərinə bura 3 yazmışsınız. 3 bunun valenti deyil uşaqlar. PO4-ün 3 əsaslı olduğunu göstərir. Göstərir ki, ortofosfat iyonu 3 mənfi. Neçə əsaslı turşu qalığıdır? 3 əsaslı. Bunun adı nədir? Ortofosfat iyonu. Aniondur bu turşu qalığı. Bu da bir valentlidir. Üçü də eyni metalla tam əvəz olunub. Tək-tək yazanda bu müsbət 1, mənfi 2. Burada fosforun valenti 5-dir. Dərəcəsi isə neçə 5-dir? Müsbət 5. Nə bəndə oldu? A variantı. Neçənci sual idi bu? 33. 34-də keçid aldı uşaqlar. 34-də nə yazır? Alkan molekulunda kimyəvi rabitələrin əmələ gəlməsindən karbonun 8 hibrid orbitalı iştirak edirsə, birləşməni müəyyən edin. Alkan sözü deyən kimi ümumi formül. Kimyəvi rabitənin yaranmasında iştirak edən hibrid orbitalı. Alkanda bütün karbonlar sp3-dür. Bizə deyir ki, 8 dənə hibrid orbital var. Qısa yazıram. Hibrid orbitalı, yəni hibridləşmiş, bax belə. Hibrid orbitalı. Baxın, qeyri-bərabər nə formalı? Hantel formalı 8 dənə orbital var. Biz əvvəl tapaq. Bir karbonun neçədə hibrid orbital var? 4 dənə. N-də nəsində? 4N hibrid orbital var. Bax, bir dənə karbonda sp3-dən 4 dənədir. 4 hibrid orbitalı. Bəs N-ə vuranda 4N bərabərdir 8-ə. Yəni, hibrid orbitalın sayı neçəyə bərabər oldu? 8-ə. N də bərabərdir 2-yə. N 2 olan alkan hansı alkandır? C2, H6, etan. Etanı açıq şəkildə yazanda karbon 2 dənə. Burada bir valenti gedib 3-ün hidrogen birləşdirirəm. Burada da 3-ünə hidrogen. Etan alkanların homoloji sırasının ikinci nümayəndəsidir və adı da necə addır? Tarixi ad. Etan qaz halındadır. Qazların neçəncisidir? İkincisi. Hibrid orbitalın sayını bir də təkrar edirəm uşaqlar. Var alkanlarda karbon N qədər, hidrogen isə 2N plus 2 dənə. Alkanlarda karbonun hamısı, nə qədər karbon varsa hamısı nə hibrid vəziyyətindədir? N-ə vuranda S-də bir dənə, P-də 3-də. Bir dənə karbonda 4 dənə hibrid orbitalı var və N-dənəsində neçə N oldu? 4N. Qeyri-hibrid orbitalı S orbitalıdır və ya hibridləşməmiş. Bir dənə hidrogenin, bilirsiniz ki, bir dənə S orbitalı var. Bəs hidrogenin sayı nə qədərdir? 2N plus 2 qədər də qeyri-hibrid orbitalı var. 2N plus 2 qədər S orbitalı var. S orbitalı qeyri necə orbitaldır? Hibrid orbital. Qeyri nə oldu uşaqlar? Hibrid və yaxud da hibridləşməmiş deyirlər ona. Hidrogenin nəyi qədərdir? Sayı qədərdir. Cəmi orbital desəydi, baxın, cəmi orbital deyəndə bura həm hibrid aiddir, həm də bunun valenti neçədir? 4. Bir dənəsində 4 orbital var. 4-ü vurduq enə. 4N. Bəs bunun valenti 1-dir. Biri də vurduq bura. 2N plus 2 bərabərdir. 6N plus 2 bu cəmi orbitaldır. İnşallah hansı orbitaldır? Bu cəmi orbital. Burada nəzəriyyə qeyd elədim sizə. Amma sizin sualınız necə idi? Bir də təkrar edək. Alkan molekulunda kimyəvi rabitələrin əmələ gəlməsində karbonun 8 hibrid orbitalı iştirak edirsə, birləşməni müəyyən edin. Hibrid orbitalının sayı neçəyə qədər? Deməli, hibrid orbitalı deyəndə alkanda bir dənə karbonun 4 hibrid orbitalı var sp3 olduğuna görə. S-də bir dənə, P-də 3-də. Bəs N-dənəsində 4N, bir də təkrar edirəm, bərabər 8. N də bərabərdir, 8-də hibrid orbital var. N-in qiyməti 2-dir. N-in qiyməti 2-dirsə, hidrogen onun 2 mislindən 2 vahid çox. Etan. Nə bəndə oldu? Y variantı. Növbəti sual 35. 35-də yenə alkandır. Alkan molekulunda kimyəvi rabitələrin əmələ gəlməsində karbonun 10-cu hibrid orbitalı iştirak edirsə, birləşməni müəyyən edin. Yəni, birləşməni müəyyən edin deyəndə formulu müəyyən edin. Karbonun hibrid orbitalı S-də bir dənə, P-də 3-də. 4 dənə və N-dənəsində, bunu götürün buradan. N-dənəsində neçə indi? 4N bərabərdir 12
Nə orbitalı? Hibrid Hibrid orbital. Qısa yazıram da baxın hibrid orbitalı. N bərabərdir neçə? 3-ə. N 3-dürsə 8. hidrogen 12 mislindən 6 üstə 2 gələndə 8. Propan. Propan alkanların homoloji sırasının 3-cü nümayəndəsidir. Qazların 3-cüsüdür. İzomeri nədir? Yoxdur. Belə propanı açıq şəkildə də yaza bilərsiniz. Neçədən karbon? 3. Karbonun valenti 4. Baxın, karbonların valenti 4-dür. Bu karbona nə birləşib? 3 hidrogen, bura 2 hidrogen, buradakı karbon 3 hidrogen birləşib. Bu karbonun dərəcəsi yaduza gəlir, deyirdim, -3. 3-də elektron alıb. Bu karbonun dərəcəsi -2. Bu karbonun dərəcəsi 3-də aldığına görə -3. Birinci, ikinci, üçüncü karbon. Birinci karbon neçəlidir? Birli. İkinci ikilidir. Bununla əlaqəsi var. Bir də bununla. Karbonun bir karbonla əlaqəsi varsa bu da birlidir. Bu əlavə yazdım sizə. Alkanlarda pi rabitəsi yoxdur. Növbəti 36. bunun cavabını düdükdə variantı. Y variantı. 36 yazır o. Hansı ifadələr doğrudur? CO molekulunda donor oksigendir. CO dəm qazıdır Dəm uşaqlar. Dəm qazında karbonun valenti 3. Deyəsən artıq yazdım birinci rəqəm. Dəm Üç qazında 3 də 3 yaz. dənə bəli. Dəm qazında valenti 3-dür. Bunun da oksigenin də valenti neçə oldu? 3. Donor hansıdır burada? İkisi rabitənin mübadilə mexanizmi, biri donor akseptor mexanizmi əsasında yaranıb. Yaduza gəlirsə, Oksigenin baxın, boş. bəli, Cüt- oksigenin cütün verir, cütün verib karbonun karbonun boş boş orbitalına. orbitalına. Atom yaduza salınır. Oksigen 6-cı qrupunun A-sında yerləşirdi. Sonu 6 xırdalayanda S neçə? 2, P-yə 4. S-də bir cüt, P-də də bir cütü var. 1, 2, 3, 4. Bir də cüt buradadır. 2-də təki var oksigenin. Baxın neçədə tək elektron var? 2-də və P-də bir cüt. Görürsüz? Bir dənə də cütü var. İndi keçdik karbona. Karbon 4-cü qrupda S2, P2 idi. P-də 2 dənə təki var. Karbonun P-də 3 orbitalında 2 tək var və bir də necə orbital var? Boş. P-də 2 dənə tək elektron. Bir dənə də karbonun boş orbitalı var P yarım səviyyəsində. İkisi rabitənin nə mexanizmidir? Mübadilə. Biri isə donor, akseptor. Baxın, bunun sonu oksigen 6-cı qrupda S2P4. P yarım səviyyəsini çəksən, buradakı cütlə işim yoxdur. P-də 3 dənə orbitalda 4, bir də antiparalel. 2 dənə tək. Təkləri özüm bax belə ulduzla göstərim. Bir də P-də cütü var. Karbon 4-cü qrupda 4-ü xırdalayanda S2, P2. P yarım səviyyəsində 3 dənə orbital var. 1, 2. Biri də boşdur. 2 dənə tək elektronu var. Bir dənə də boş orbital var. Verir karbonun boş orbitalına. İkisi rabitənin mübadilə mexanizmidir. Biri də Donor donor akseptor. Cüt elektronu verir karbonun boş orbitalına. Donor. Bu da nədir oldu? Akseptor. Rabitə donor akseptor mexanizmi əsasında əmələ gələndə valent uşaqla bir vahid artır. Baxın, neçə vahid artır? Bir vahid. Özü donor akseptor mexanizmi üzrə əmələ gələn rabitəni oxla göstərirlər. İkisi mübadilədir. İkisi nə mexanizmidir? Mübadilə. Şəriklidir də bu. Şərikli, əlaqələndirici, ümumi deyirlər. Biri isə hansı mexanizmidir? Donor akseptor. Bəzən də koordinativ rabitə deyirlər ona. Donor akseptorun başqa adı necə rabitədir? Koordinativ. Donor atom cüt elektronu verir. Akseptorun necə orbitalına? Boş orbitalına. Valent bir vahid artır. 3 olur. Burada da 3 olur. Amma dərəcə dəyişməz qalır. Neçə 2-dir? Bu neçə 2 olacaq? Müsbət 2. Dəm qazın adı nədir? Karbon 3 valentdə olmağına baxmayaraq, baxın adı valentinə uyğun deyildi. Köhnə adı nə yazırdı? Karbon. Valenti 3 olmağına baxmayaraq neçə oksid yazır o? 2 oksid. Dərəcəsi nə yazır o? Beynəlxalq adı karbon qeyri-metal olduğuna görə karbon yazır o. Oksigen bir dənə olduğuna görə qeyri-metal oksidlərini adlandırmaq üçün nə saylarından istifadə olunur? Yunan saylarından. Nə sayından? Yunan. Karbonun oksigen indeksinə baxırıq neçədəndir? Bir dənə olduğuna görə nə deyirlər? Monooksid. Və üçüncü adı nə qazıdır? Dəm qazı. Nə qazı oldu bu? Dəm qazı duz əmələ gətirməyən oksiddir. Yəni bu dəm qazı duz əmələ gətirməyən oksiddir. -2, bu da neçə 2 oldu? Müsbət 2. Dəm qazı duz əmələ gətirməyən nə oldu orada? Oksid. Birincidə nə deyirdi orada?
Dəm qazı molekulunda donor oksigendir. Bəli, doğrudur. Bir Düzdür. doğrudur. Sonra İkincisidir NH4 ionunda NH4 yəni amonium katyonu. ionun akseptor azotdur. Akseptor deyil, azot donordur. Donor. Amonium da baxın katyondur. Qrupdur bu katyon. Burada rabitənin üçü mübadilə mexanizmi əsasında yaranır. Biri də donor, akseptor. Azot cütün verib H müsbətin necə orbitalını? Bu dördüncü rabitə nə mexanizmi əsasındadır? Donor, akseptor. Bu amoniak deyil. Bu amoniumun nə idi? Katyonu. Donor atom nədir burada? Azot, akseptor nə olub? Hidrogen. Valent bir vahid artıb olub 4, amma dərəcəsi neçə 3 qalıb? -3. Bax, bir də təkrar edirəm. Amoniakı biz necə yazırdıq? NH3. Amoniakda azotun bölünməyən nə cütü var? Elektron cütü var. Bir rabitə, 2, bu da 3. 3 dənə rabitə var idi. Bu nə mexanizmi əsasındadır? Mübadilə mexanizmi əsasında. Özdə amoniakdakı azot nə hibrid vəziyyətində idi? sp3, s-də bir dənə, p-də 3 dənə. 4 də hibrid orbitalının 3-ü kimyəvi rabitə yaradı. Bax, sp3 ilə s arasında. sp3 ilə nə arasında? S arasında 1 sigma, 2 sigma, bir də 3. Hibrid ilə S-in örtülməsindən 3. Bir də bölünməyən nə cütü var? Elektron cütü. Hibridin biri sərbəstdir. Hibrid orbitalın biri kimyəvi rabitənin yaranmasında iştirak etmir. Bölünməyən nə cütü saxlayır? Elektron cütü. sp3 olduğuna görə tetraedrik quruluşa malikdir. Amma düzgün olmayan tetraedrik quruluşdur. 107 tam 13 dərəcəli bucaq var. Amma bizdə amoniakı soruşmur, amoniumu soruşur. Amoniakda donor yoxdur, donor ola bilər. Baxın, amoniakda ona görə də valent neçədir? 3. Dərəcə neçə 3-dür azotun? -3. Amma amoniumda isə artıq amonium qrupdur, NH4 atomlar qrupudur. Yəni o bölünməyən elektron cütün verib H müsbətin necə orbitalına? Boş orbitalına. Bu cüt ki var idi, verib H müsbətin boş orbitalına. Dördüncü rabitə yaranıb donor akseptor mexanizmi əsasında. Valent bir vahid artı 1, 2, 3 idi, bir də yarandı. 4. Amma dərəcə isə neçə 3 qalıb? -3, bu da müsbət 1, bu da ionun yüküdür. Nəyin yüküdür bu? İonun yükü amonium katyonu. Amonium katyonunda azot donordur. Hidrogen nədir burada? Akseptor. Bunlar isə yazıb ki, hidrogen donordur, azot. Nə yazıb orada? Azot. NH4 ionunda akseptor azotdur. NH4 katyonunda akseptor azot yox, donor azotdur. Cüt elektron verir. 2 yanlışdır. 2 səhvdir. O ionunda akseptor hidrogendir. H3O deyəndə hidroksonium katyonundan söhbət gedir. Bəli, akseptor Bu hidrogendir. katyonun adı nədir? Hidroksonium. Nə deyirlər ona? Katyonun. Katyonun. Hidroksonium katyonunda oksigenin valenti 3'dür, amma dərəcəsi neçə 2'dir? -2'dir. Hidroksonium katyonunda donor oksigendir, akseptor nədir? Hidrogen. Baxın, hidroksonium katyonu necə yazırıq? Oksigen 2-də tək elektronu var idi. Fikir verirsiniz uşaq, birin bu verir, birin hidrogen. Yəni burada bir qat rabitə yarandı. Birin bu verdi, birində hidrogen, bir dənə yarandı. 2 dənə də cütü qalmışdı. Ümumiyyətlə suda yaduza gəlir H2O, belə bir şey yazırdım. Suda oksigen nə hibrid vəziyyətində idi? sp3, S-də 1 və P-də neçə də hibrid orbital vardı? 3-də. Oksigenin 4 hibrid orbitalının neçəsi kimyəvi rabitə yaradır? İkisi də sərbəst idi, bölünməyən nə cütü saxlayırdı? Elektron cütü. Suda burada belə yox, biraz açıq şəkildə çəkməli idi. Suda, mən bunu səhv elədim, bax belə çəkərdim yerə. Kör bucaqdır orada. 90-dan böyük bucaq, 104-dan 15 dərəcəli bucaqdır və sudakı oksigen nə hibrid vəziyyət? sp3. sp3-ün neçəsi kimyəvi rabitə yaradıb? İkisi də sərbəstdir. O sərbəstlər bölünməyən nə cütü saxlayır? Yəni hibrid var ha bundan. 4 dənə deyildi. Onların neçəsi sərbəstdir? Bax, ikisi sərbəstdir, baba belə sərbəstdir. Bölünməyən nə cütlərdir? Cütü saxlayır. Aydındır, örtülməyib də, amma neçəsi örtülüb? İkisi örtülmə necə gedir? sp3 ilə, baxın nə arasında gedib? Oksigenlə nə arasında? Hidrogen arasında. Atomların mərkəzlərin birləşdən xətt boyunca neçə də sigma rabitə var orada uşaqlar? 2 dənə. Biri burada, biri burada. Bu nədir? sp3 ilə nəyin örtülməsi? S-in. Bu da sp3 ilə S-in. İndi bu hibrid orbitalların neçəsi sərbəstdir? İkisi, baxın ikisi sərbəstdir və bunlar da bölünməyən nə cütü saxlayır? Örtülməyiblər. Nə cütü saxlayır? Elektron cütü. Bax belə çəksək, ikisi sərbəstdir.
Bölünməyən cütləri saxlayır. Bu cütləri görürsüz, elektron cütü. İndi hidroksonium katyonunu yazanda hidroksonium katyonunda ikisi mübadilə mexanizmi idi. Bu cütün verib H müsbətin necə orbital? Üçüncü rabitə nə mexanizmidir? Donor, akseptor. Hələ də bir də cütü qalıb. Hidroksonium katyonunu yaranıb. Nə katyonunu yaranıb? Hidrogen akseptor olur. Burada cüt elektronun verən atom nədir? Oksigen, boş orbitalı olan hidrogendir. Və H3O müsbət yazılır. Hidroksonium katyonu. Donor oksigende, akseptorda hidrogen. Nə yazıb orada? 1-3 oldu. Nə yazıb? Üçüncüdə yazıb. Üçüncüdə yazıb ki, müəllim H3O ionunda akseptor hidrogendir. Akseptor bəli hidrogendir. Bəli, doğrudur. Nədir burada? 1-dən 3 doğrudur. İndi sizə bir dənə C söz deyim, variantı. baxın. Bu nə hibrid vəziyyəti oldu yenə də? İkisi mübadilədir. Biri nə mexanizmidir? Donor akseptor. Buradakı oksigen yenə nə hibrid vəziyyəti? Neçəsi rabitə yaradır? Burada da biri. 3-ü. Biri hələ də nədir? Sərbəstdir. Bölünməyən nə cütü saxlayır? Elektron cütü. Bu hidroksonium katyondur. Bax, bu bir dənə bölünməyən nə cütü saxlayan, elektron cütün saxlayan verdi bunun necə orbitalına? Boş orbital. Hidrogenin bir dənə elektronu yox idi uşaqlar, 1s1. O elektronu verəndən sonra hidrogen atomu, məsələn, bir də elektron verəndən sonra hidrogen necə yüklənir? Müsbət 1. Artıq onun elektronu yoxdur, 0 qalıb, boş orbital. Necə orbital qalıb? Boş nə qalıb? Orbital. Əmələ gəlib nə katyonu? Həmin o boş katyon gəlir, oksigenin cütün verir o boş katyona. Oksigen öz elektron cütün hidrogenin boş orbitalına verir. Üçüncü rabitə nə mexanizmi əsasında? Donor, akseptor. Akseptor burada hidrogendir. Donor nədir bə? Oksigen. C variantı. Aydındır. Nə variant oldu? C C variantı. Sonra keçirik neçənci sual? 37-ci sual. 37-də yenə də dəm qazı Dəm yazır. qazında karbon donordur. Karbon donor deyil. Az əvvəl çəkdik. İkisi mübadilədir. Baxın. Biri nə mexanizmidir? Donor, akseptor. Donor nədir? Oksigen, akseptor nədir? Karbon. Baxın, ikisinin mexanizmidir bə? Mübadilə. Mübadilənin başqa adı şərikli nə cütü? Elektronun əlaqələndir. Baxın, birin bu verib, birin bu, birin bu verib, birin bu. Amma oksigen cütün verib, bu necə Boş orbital? orbitalına. Donor nə oldu? Akseptor. Akseptor nədir bə? Karbon. Karbon. Doğrudur deyir ya doğru deyil. Deyilsə doğrudur. Nə yazıb orada? Dəm qazı Dəm molekulu. qazı molekulunda karbon donordur. Bu yanlışdır müəllim. Karbon donor yox, akseptordur. Birinci səhvdir. Birinci nə oldu? Səhv. İkincidə deyir amonium ionunda hidrogen akseptordur. Amonium katyondur. Bəli. Hidrogen akseptordur deyir. Bəli, doğrudur. Bəli, doğrudur. Orada rabitənin 3-ü mübadilədir. Biri nə mexanizmidir? Donor, akseptor. azot donordur. Hidrogen nədir bə? Akseptordur. Akseptorun necə orbital var? Boş orbital. Hidrogenin boş orbitalına. Cüt elektronun verir. Hidrogenin Boş orbitalına. Bəs ikisine mexanizm, üçünə mexanizm, mübadilə mexanizmi əsasında. Aydındır. Evet. Amonium da ona görə də. Valent neçədir uşaqlar? 4, amma dərəcə dəyişməz qalır. Bu ionun yüküdür. Bu üstə gəlmə yazılara katyon. İonun nə idi yükü? Amoniakdakı kimi. Amoniak necə yazırdı? NH3 valent neçədir? 3. Dərəcə neçə 3-dür? -3. Burada donor ola bilər, amma donor nədir? Yoxdur. Deməli var amonium katyonu. Amonium katyondur. Katyonun valenti neçədir? Bax, atomlar qrupu kimi valenti 1-dir, yükü neçə 1-dir? Buradakı azotun valenti neçədir? 4, amma dərəcə neçə 3-dür? Donor nədir burada? Azot, akseptorda hidrogen. İkinci doğru oldu. Hidrogen akseptordur. Üçüncü hidroksonium katyonu. Katyonunda hidrogen akseptordur. Bəli, orada da hidrogen nədir? akseptordur. Yəni oksigen donordur, hidrogen akseptordur. Doğru bənd 2 ilə neçə oldu? 3 oldu. B variantı. Bir dənə də hidroksoniumu yenidən çəkirəm. Hidroksonium katyonuna bir dənə fikir verin uşaqlar. İkisi nə mexanizmidir? Mübadilə. Və biri rabitənin nə mexanizmidir? Donor, akseptor. Donordan elektron cütün verir. Karbon, hidrogenin necə orbitalına? Boş var. Hələ də oksigenin bir dənə nə cütü qalıb? Elektron cütü qalıb. Burada valent bir vahid artdı. Oldu 3. Dərəcə neçə 3 oldu? Dərəcə -2. -2. Dərəcə neçə 2 oldu? Bəli. Valent bir vahid artır, amma dərəcə nə qalır? Dəyişməz. Hidroksonium katyonunda ikisi mübadilə mexanizmi. Donor oksigen, akseptorda hidrogen. Keçirik neçənci sual? 38.
38. 24 hidrogen atomu olan alkan molekulunda karbon atomları arasında neçə sigma rabitə var? Alkanı yaz doğrusu. CnH2 plus 2. 24 dənə Hidrogen atomu. atom. Baxın, hidrogen atomu deyəndə o gün dərsdə də biz belə bir şey yazdıq. Hidrogenin indeksinə baxırıq. Hidrogen atomu deyəndə, Çin plus atom iki. deyəndə hara fikir verir? İndeksə. İndeksə. 2 Plus plus iki. 2 hidrogen atomunun sayı neçəyə bərabərdir? 24-ə. Nə atomudur bu? Hidrogen. atomu. 2 də bərabərdir 22-yə. 2 bir yana keçirdəndə n də bərabərdir 11. Alkanda 11 də karbon var. Hidrogen onun 2 mislindən 2 vahid çox, elə 20 neçədə oldu? 4 dənə. Aydındır. Nə soruşur orada? Neçə sigma rabitə var? Nəylə nə Karbon atomlar arasında. Karbon 11 dədir. Bəli, karbon 11 dədirsə, sigma rabitə karbonla karbon arasında 10 dənə. Atomların vahid sayından az. neçə Bir vahid? vahid az. Ona görə ki, alkanlar alfatik nədir? Karbo Hidrogen. hidrogenlərdə karbonla karbon arasında sigma 10 rabitə dənə. karbonun sayından neçə Bir vahid? vahid azdır. Bir vahid azdır. Bir də izah edeyim inşallah. Bilməm. Hidrogen atomu deyəndə biz hara fikir verdik? İndeksə. Bax belə yazırsınız. Bax alkan yazdı. 2 plus 2 hidrogen atomu. Hidrogen atomu nə qədərdir? 2 plus 2 bərabər edir 24 hidrogen atomuna. 2 də bərabərdir 22. N də bərabərdir 11-ə. Hidrogen atomuna deyirdisə bir vahid az. 11 24 oldu. Karbonla karbon arasında kovalent qeyri polar 10 sigma var. Bəli. Aydındır. D variantı. Nəylə nəyin örtülməsindən? O əlavə yazırıq. SP3 ilə SP3 SP3-ün örtülməsindən. örtülməsinə. SP3 hibrid orbitalı bir-birini örtürmü? Örtür. Kovalent necə rabitə yaranır? Qeyri Qeyri polar. polar. Növbəti D sual. variantı. D variantı oldu bu. Neçənci sual idi? 38. 38 D. 39-cu sualda deyir ki, 32 hidrogen atomu olan alkan molekulunda Alkan deyəndə CnH2 plus 2, hidrogen atomu deyəndə hara fikir verir? hidrogenin sayı- karbon atomları arasında neçə sigma rabitə var? Eyni həmin sualdandır. Hidrogen atom deyəndə 32-yə bərabər eləyir. aha, hidrogen 2 atom. bərabərdir 30, n də bərabərdir 15-ə. Karbon Bir 15 vahid dədirsə, azdirsə, karbonla karbon arasında 14 dənə, bir vahid. 14 də sigma var. Bəli, bir vahid az. B variantı. Karbon 15 deyil. Bəli. Bir Pentadekan. vahid az da Pentadekan mayələrin sonuncusudur. Nəyin sonuncusudur? Maye alkanlar nə idi uşaqlar? Əlavə edirəm bax. Maye alkanlar 5-də pentandan pentadekan daxil neynəmək şərtindən? Olmaq şərtindən 15, 2-də 15-im 30-un üstə 2 gələndə 32. Bura baxın, daxil olmaq şərtindən n.şırdan alındadır maye. Bu mayələrin sonu, bu da nə idi? İlki. İlki pentandır, sonuncusu isə 15-in adı nədir? Pentadekan. Penta, kiçik yazıldı o dekan. Dekan 10, 5-dəki pentan, pentadekan. Növbəti sual. Cavab nə oldu burada? B variantı. Neçən sual idi bu sual? 39 B variantı. 39 B. 40-cı sualda uşaqlar alken verilib. Alken belədir. Deməli, buten 3 metil, buten 1 verilib. Sözlə yazaq əvvəl 3 metil, buten, N şəkilçiyə baxın, N 1 verilib və buradan çıxarıb. Sağ tərəfdən 1, 2, 3, 4, 4 də karbon, 3-də nə var uşaqlar? Metil, CH3, 1, 2, CH2, 1, 2, 3, H, sonra 3 valenti var, H, bir də CH3. Bizə deyir ki, burada ikinci və üçüncü karbonun hibrid vəziyyətini göstərin. İkinci və üçüncü karbon. İkinci karbonun hibridləşməmiş bir dənə P-si var. Hansı hibrid vəziyyətində? sp2 və üçüncü karbon tək qata bitişdiyinə görə sp3 hibrid vəziyyətindədir. Bizə deyir ki, hibridləşməni qrafikin içərisində hansı doğrudur? Deməli, birinci, ikinci yazırıq. Hibridləşmədə 1s, karbonun ümumiyyətlə həyəcanlananda karbonun s-də 1 elektronu qalır. P-də də 3. Lap əvvələ getsəm, karbon neçənci qrupdur? Sonu necə qutarırdı karbonun? 4-ü xırdalayanda S-ə 2, P-yə də 2. Karbonun sonuncu elektron təbəqəsində S-in bir orbitalı var. Antiparalel 2 elektron. P-də də 2 dənə tək elektron var və bir boş orbital var. Y1 həyəcanlanır, bir dəfə həyəcanlana bilər. S-dəki elektron P-nin necə orbitalına keçir? Boş orbitalına.
Həyəcanlananda baxın yazmışam. S-də neçə dənə qaldı? Baxın S-də 2 dənə biri keçdi P. S-də 1 dənə, P-də də 3 dənə. S-dəki elektronun sferik bulud əmələ gətirir. P-də də hantel formalı belə çəkir uşaqlar. 3 dənə də P elektronu olur. Hibridləşmədə bunların ölçüləri eynidir də. İndi mən burada biraz qeyri-bərabər çəksəm də 3 dənə də P elektronu. S və 3 dənə P elektronu hibridləşir. Hibridləşəndən sonra burada nə əmələ gəlir? Hibridləşmədə neçəsi iştirak eləmir? Biri. Biri iştirak etmədiyi üçün bax belə bir hibridləşmə olur. 3 dənə hibrid orbital əmələ gəlir. 1, 2, 3. 3-ü sp2 hibrid vəziyyətində 3 hibrid orbital. Biri isə bərabər nə formalı qalır? Hibridləşməmiş nə elektronudur bu? P. Hibridləşmədə neçəsi iştirak eləmir? Biri. Ona görə ki, əvvələ qayda, baxın, ikinci karbona baxın. Nə hibrid vəziyyətindədir? sp2 hibridləşmədə neçədə P iştirak eləmir? Bir dənə P iştirak eləmir. Buna uyğun olan bənd 2-dədir. Baxın. B yazı buraya. A-dır. A-da sp3 hibriddir. B-də isə sp2 hibriddir. C-də isə sp hibridi verilib. Şəkilləri çəkilib də elə bil. Hibridləşmənin nə göstərilib? Sxemi göstərilib. Baxın bu formada. Hibridləşmənin bunlar sxemləridir. Baxırsınız inşallah. Hibrid orbitalı. Mən bunları indi biraz qeyri-bərabər. Bu bərabər hantel formalıdır. Baxın. Hibridləşməmiş. P-nin neçəsi qalıb? Biri. Bu ikinci karbondur. İkinci karbonun hibridləşmə sxemi uyğundur B. Üçüncü karbonda isə ora tək qata birləşdiyinə görə sp3 hibrid vəziyyətindədir. Hibridləşmədən öncə yenə bir S və 3-də də nə elektronu var? P elektronu. P, bir də P. Bunların hamısı hibridləşib. Niyə? Çünki 3-cü karbon nə hibrid vəziyyətində idi? 3-cü karbon sp3 hibrid vəziyyətində 4-də hibrid orbitalı var. Həm S, həm də 3-də də P hibridləşir. 4 hibrid orbital əmələ gəlir. 1 hibrid orbitalı, 2 hibrid orbitalı, 3, bu da 4. Neçədə hibrid orbital əmələ gəldi? 4 dənə. Buna hibrid adlanır. sp3 hibridləşmənin növü adlanır. sp3. Hər bir hibrid orbitalına sp3 hibrid orbital deyilir. Hibridləşmədə bir S iştirak eləyib və P-lərin neçəsi də iştirak eləyib? 3-ü də. Deməli, 3-cü karbon da sp3 hibrid vəziyyətinə uyğun A-nı göstərir. 2-yə uyğundur B, 3-ə də uyğundur nə bəndə? A bəndi. 2-yə bəndi A variantı oldu. A variantı. Keçdik digər suala. 41-də. 41-də burada nə deyir? 41-də eynən 3 metil butin 1 verilir. Birinci, ikinci, üçüncü karbon atomunun hibrid vəziyyəti soruşur. Burada sxemi göstərmək istəmir. Sadəcə olaraq 41-ci sual belədir. 3 metil. 3-də nə var orada? Metil. Özü də uşaqlar butin 1 verib. Butin 1 verəndə 1, 2, 3, 4. Bunlar sol tərəfdən çıxardır. 2 qatrabdır. 1, 2, 3, 4. 3-də metil. CH2. 1, 2, 3. H yazıram. Sonra 3 valenti var. Bura bir hidrogen. 1 valenti var. Bura bir 3 yazıram. Birinci karbonun dərəcəsi sp2. Hibridləşmədə neçədə P iştirak eləmir? Bir dənə P-ni yaradan PP ilə. Bu nə hibrid vəziyyətindədir? sp2. Üçüncü karbonun dərəcəsi sp3. Dördüncü karbon da sp3'dür. Əsas zəncirdə. Amma bizdən nəyi soruşur? 1, 2, 3-cü karbon. Birinci karbon 2 qata bitişdiyi üçün hibridləşmədə bir də P iştirak eləmir. sp2. Göstərdim onu az əvvəl. Sonra nə hibrid oldu? sp2. Üçüncü karbon tək qata birləşib sp3 nə vəziyyətindədir? Hibrid. Baxın, burada P-ni yaradan hibridləşməmiş nə elektronlardır? Hibridləşməmiş PP elektronları. Baxırsınız uşaqlar bura. Yəni P-nin neçəsi hibridləşmədə? Biri iştirak eləmədiyinə görə sp3 yox, nə oldu bu? Burada da biri iştirak eləməyib. sp neçə oldu? 2. Amma burada 3-ü də iştirak eləyib. S-də iştirak eləyib. P-nin 3-ü də sp3 hibrid vəziyyətində. Maddənin adı nə oldu? 3 metil buten 1. N1 nə deməkdir? 2 qatrabdə. Birincidən. Bir də təkrar edirəm. Alkendir. 3-də metildir.
Üçüncüdə metil var. Əsas karbon zəncirinin uzunluğu 4 atom var. Butan sözündən ana atdım N. N neçənci karbondan çıxır? Birincidən. Yəni siz karbonu 4 dənə atom yazırıq. 2 qatı buradan da çıxarsam yenə buten neçə olur? 1, 2, 3, 4. 3-də bir dənə yazıram metil. Hidrogenin ikisi gedib. 2 valenti gedib, ikisinə də hidrogenlə yazıram. 1 valent, 2, 3. Biri çatmır hidrogen atomu. 1, 2, 3. Bir dənə nə atomu yazıram? Hidrogen. Sonra nə yazıram bura uşaqlar? 1 valenti getdi, CH3. Səmərəli adlandırmaya görə bunun neyin törəməsi kimi baxa bilərik? Etilinin neyi kimi baxa bilərik? Törəməsi kimi. Amma bizdən adı, beynəlxalq adı yazıb da burada. 3 metil, buten neçə oldu? 1. Birinci karbonun hibridləşməmiş neçədən p'si var? 1. İkincidə də bir sp2, üçüncü isə sp3, axırıncı da sp3 hibrid vəziyyətindədir. Keçirik 42-ci suala. 42-də yazıb 2 metil propen. Nə yazıb uşaqlar? Propen deyəndə 2-də metil var. Propan yoxsa propen? Propen. Başa düşürsünüz siz. Propan sözündə neçədə karbon var? 3-də. 1, 2, 3. Bunlar 2 qatı sol tərəfdən çıxardım. Yazılıb da burada 42-ci sualda. 42. Sual neçə oldu bu? 2-də metil var. Neçədə metil var? Yazırıq H2. 1, 2, 3, 4. Bura heç nə yazmaq olmaz. Az əvvəl onda burada səhv gedir uşaqlar. 1, 2. Düz yazmışım. Deməli 1, 2, 3, 4. 4 valenti getdi. Burada da 1 valenti. Nə yazır o bura? CH3. Nömrəli birinci, ikinci, bu da üçüncü. 2-də nə var uşaqlar? Metil. Əsas zəncirin uzunluğu 3-dədirsə, birinci, ikinci, üçüncü. Propen. Propen 1 yazmaq olmaz. Propen 2 qat rabitə buradan çıxsa, propen 1-dir. 2-yə də gətirsin, yenə nömrələmə. Hardan gedəcək uşaqlar? Nömrələmə sol tərəfdən gedəcək, yenə də olacaq propen 1. Propen 2 yoxdur dinlən. Propenden sonra 1 və ya 2 sözün yazmırlar. Deməli, birinci karbon nə hibrid vəziyyətindədir? sp2. İkinci karbon sp2. biri iştirak eləmir. Üçüncü karbon sp3. sp3. 1, 2, üçüncü karbon. Birinci karbon sp2. İkinci karbon sp2 və üçüncü karbon sp3 hibrid vəziyyətindədir. Propen 2 yaza bilmərik. Niyə? Variant nə bəndə oldu orada? B variant. B variantı. 41'də B idi. Deməli bu 42-ci sualdır. Və fikir verin, propen 1 deyirsə 2. Məsələn, az əvvəl belə yazmışdım da. Baxın. CH2 1, 2, 3, 4. Burada bir də CH3. İndi 2 qat rabitəni bu tərəfdən yazsam. Baxın, 2 qat rabitəni bura yazsam, metil yerində qalsa yenə də. Yenə də bu nə olacaq? İnşallah propen neçə olur? 1. Nömrələmə sol tərəfdən gedəcək. Amma indi isə hansı tərəfdən gedirdi? Sağ tərəfdən. 2 qatın nə olan yerindən? Yaxın olan. Buradan da çıxsa propen 1-dir. Soldan da çıxsa propen neçədir? 1. Propen 2 olmadığına görə propen sözündən sonra 1 və ya 2 rəqəmi yazılmır. Amma butenden sonra buten 1 ola bilər. Bir də buten neçə ola bilər? Buten 1-də məsələn buten yazırıq. Tutaq ki, hər hansı bir buten 1 və yaxud da buten 2 fərqli maddələrdir. Özü bunlar nə izomerlərdir? Vəziyyət. Vəziyyət o demək ki, birinci karbondan çıxır. Bu neçənci karbondan çıxır? 2-dən. 4 dənə karbon yazırıq. 2 qat 1-dən çıxıb 2-yə daxil olur. 3. Bu da 4. Olur H2. 1, 2, 3 H. H2. Bir də H3. Adı nə oldu bunun? Buten 1. Və yaxud da burada 2 qat rabitə birinci karbondan çıxıb ikinciyə daxil olur. Və yaxud da buten 2 deyəndə 2 qat rabitə ikinci karbondan çıxır. Neçəyə daxil olur? Birinci, ikinci, 3, 4. H3. 1, 2, 3 H. H. Bu da H3. Bunun adı nə oldu? Buten. Neçə oldu burada? 2. Yəni buten 1 var, bir də buten neçə var burada? 2 var. Bu sigmadır. Bu nə rabitəsidir? Pi. Buten 1 və buten neçə oldu burada? 2. Bunlar ikisi
vəziyyət izomeridir. Vəziyyət yəni iki qat rabitənin nəyinə görədir? Vəziyyət nədir? Burada quruluş izomeri yoxdur. Şaxəsiz alkendilər. Şaxəsiz doymamış karbon nədir? Hidrogen. Şaxəsiz ona görə deyirik ki, birli ilə başlayır. Bu karbon ikilidir. Bu ortadakı karbonun bundan əlaqəsi var. Bir də bundan ikili karbon. Bu karbon görürsüz, üçüncü karbonun, bax bu karbonla əlaqəsi var, bir də bundan. Buna yenə ikilidir. Bu da neçəlidir? Birli. Karbon əgər bir karbonla əlaqəsi varsa birlidir. İki karbonla əlaqəsi varsa ikilidir. Birli ilə başlayıb birli ilə qutarır. Ortadakı karbonlar ikilidirsə şaxəsiz alkenlərə aiddir. Və buten 1 ilə buten 2-nin ikisinin də kimya formulu 4. 2 də 4-ü neçə eləyir? 8. Buten 1 və buten 2 izomerdir. Nədirlər bunlar? İzomer. Nə daxil izomerdir? Sinif daxili və nə izomeridir? Vəziyyət izomeri. Vəziyyət deyəndə iki qat rabitənin nəyinə görə? Vəziyyətinə görə. 1-dən çıxıb 2-yə daxil olur. 2-dən çıxıb 2 qat rabitə neçə daxil olur? 3-ə. Burada 2 qat rabitə birinci karbondan çıxır. Burada isə 2 qat rabitə neçənci karbondan çıxır? 2 qat ikinci karbondan çıxır. Aydındır. Hər ikisi alkendir. Alkenlərin ümumi formulu necə idi uşaqlar? Hüseyn H2. Keçək indi 43-cü suala. 43-də nə yazır? 43 molekulunda neçə sigma rabitə sp2 hibrid və s orbitallarının örtülməsindən yaranır. Deməli 43-ü yazırıq uşaqlar. Propen yazır. Propen. Propen beynəlxalq addır. Bəs tarixi adı nədir onun? Propilen. Baxın, N beynəlxalq adıdır. İlen isə tarixi adıdır. Propen sözündə 3 karbon atom var. Bir ədəd neçə qat rabitə var? 2 qat. H2, 1, 2, 3, H. Buradan da nə oldu? H3. sp2-dir. Pi-ni yaradan pp elektronlardır. Hibridləşmədə neçəsi iştirak eləmir? Biri. Birinci karbon nə hibrid vəziyyətindədir? sp2. İkinci karbon yenə də sp2 hibrid vəziyyətindədir. Üçüncü karbon isə sp3-dür. Bizə deyir ki, neçə sigma rabitə sp2 ilə, sp2 yoxsa sp2 hibrid orbitalları ilə S-in örtülməsi. Deməli, bizə hansı karbon lazımdır baxmaq? Birinci və bir də ikinci karbon. Üçüncüyə baxmağa ehtiyac yoxdur. Üçüncü karbon nə hibrid vəziyyətindədir? sp3. Sual necədir uşaqlar? sp2 ilə nə örtülsün? S. Karbonla hidrogen arasında. Birinci karbon. Baxın, 2 qat rabitəyə bitişən karbon sp2-dir. Bir də bu karbon sp2-dir. sp2 ilə S arasında burada neçə də rabitə var? 2 dənə. Burada da sp2 ilə S arasında 1 dənə. Onda sp2 ilə S-in örtülməsinə neçə də sigma rabitə var? 3-də. Karbonla hidrogen arasında rabitə sigma ola bilər. Lap biraz da açıq şəkildə yaza bilərik ona. Baxın, propeni biraz da açıq şəkildə yaza bilərik. Karbonun valenti neçədir uşaqlar? 4, 1, 2, 3, 4. 1, 2, 3. Bir də bura hidrogen yazırıq. 1, 2, 3. Hidrogen, hidrogen, hidrogen. sp2 ilə S arasında 1 sigma. sp2 ilə S arasında 1 sigma. Yenə də sp2 ilə S arasında 1. 1, 2, 3. Amma desəydik ki, sp3 ilə S arasında 1 sigma, 2, 3 dənə olardı. Amma soruşur sp2 ilə S arasında yenə də 3 dədir. sp2 ilə də S arasında 3 də sigma var. Eyni zamanda əlavə olaraq deyirəm, sp3 ilə də S arasında neçə də sigma var? 3 də. 3 cavab nə bəndə olur? C bəndə. Növbəti suala keçək. 44. Benzol molekulunda karbon atomları hansı hibrid halındadır? Benzol uşaqlar aromatik karbohidrogenlərin ilk nümayəndəsidir. 44-cü sual. Benzol neçə üzlü çəkirik? 6. Baxın, 6 üzlü çəkirik. Və düyün nöqtələrində nə yerləşir? Karbon, 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 karbon. Ortada hər karbonun bir dənə P elektronu verir bura. Bir dənə bu karbon verir. Bir dənə hibridləşməmiş P-ni bu verir. Hər karbonun bir dənə P elektronu verir. P. Burada da P. 6 elektronlu ümumi nə sistemi yaranır? Pi sistemi.
Karbonun valenti 1, 2, biri də burada 3. Birinə də nə birləşir? Hidrogen. Baxın 1 valenti, 2 valenti, 3-cü valenti P'si burada. Birinə də hidrogen birləşir. CH, 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 CH. Deməli 6 də karbon var, 6 də hidrogen var. Aromatik karbohidrogenlərə aiddir. İlk nümayəndəsi CNH2-6. Arenlər və ya başqa adı aromatik nədirlər? Karbohidrogenlər. En böyük bərabər neçədən başlayır? 6-dan. Elə aromatik karbohidrogenlərin, baxın, arenlərin ümumi formu necə oldu? CnH2-6. En böyük bərabər də 6-dan başlayır. İlk nümayəndəsi karbon 6 dənə. Hidrogen 2 vur 6-ya, 12-dən də 6 çıxanda 6 benzoldur. Benzol saf maddədir. Benzin kimi yağlı maddədir. Ancaq benzin qarışıqlara aiddir. Benzol isə saf necə maddədir? Mürəkkəb maddədir. Yəni müxtəlif növ nədən təşkil olunur? Atomlardan. Saf maddələrin işarələr və indekslər vasitəsilə necə yazılışı var? Şərti yazılışı var. Benzol aromatik karbohidrogenlərin ilk nümayəndəsidir. Normal şəraitdə dedik nə halındadır? Maye halındadır. İndi bizə nə sual verir? Benzol molekulunda karbon atomları hansı hibrid halındadır? Deməli karbonun, hər karbonun neçə dənə P'si hibridləşməyib? Bir dənə. Onda burada karbon 6-dadır. 6-sı da nə hibrid vəziyyətində? sp2 hibrid vəziyyətindədir. Az əvvəl çəkdim. 6 elektronlu nə sistem var idi ortada? Pi sistemi, baxın. 6 elektronlu pi sistemi yaratmaq üçün baxın, hər karbon neçədə P verməlidir bura? 6 da 1, 2, 3, 4, 5, 6. 6 elektronlu nə sistemi oldu? Pi sistemi. Burada nələr yazılır? Uşaqlar CH, 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 CH. Bu nə oldu? Nə hibrid vəziyyətində oldu? sp neçə? 2. Hibridləşmədə neçədə P iştirak edir? 6 da karbonun 6-sında hər karbondan neçədə P gəlir? 6 elektronlu pi sistemi yaranır. Pi sistemi. Pi rabitəsi yox, pi sistemi deyirlər ona ortada. O yumru ortada yazırıq. Baxın, 6 elektronlu pi sistemi yaranmasında neçədə P elektron iştirak edib? 6 da P elektronu. Karbon sp2 hibrid vəziyyətindədir. Karbon atomları, bəli, hansı hibrid vəziyyət? sp2. 6-sı da. Aha, sonra nə gəlir? 45-ci sual. A bəndə oldu da 44-də. 45. Azot molekulunda neçə pi və neçə sigma rabitə var? Azot atomu var uşaqlar. Atom deyəndə belə yazılır. Bəs molekul deyəndə? Bu nədir uşaqlar? Atom. Molekulda neçədə atom var? 2 dənə. Bu da molekul. Molekul. Yadınıza gəlir azot 5-ci qrupun A yarım qrupudur. Sonu necə idi? NS2, MP3. Normal halda ən çox tək elektronu olan qrup neçənci qrupdur? 5-ci qrupun ayağında. Bəli, 5-in A-sı azot yerləşir və azotun neçədə tək elektronu var? 3-də. Ən çox tək elektronu olan atomlar hardadır? 5-ci qrupun A-sında. Baxın, azotu yazırıq. Neçədə tək elektronu var? 3-də. Bir də cütü var idi. Sonu necə idi? NS2, MP3. Atom. Digər atomda yazırıq. 3-də də tək elektron bu verdi. Və aralarında neçə qat rabitə yarandı? 3 qat. Bu 3 elektron 3-ü də P-dədir. P elektronlarının örtülməsindən, baxın, 3-də P bu verir, 3-də də P bu. PP elektronlarının örtülməsindən biri sigma, neçəsi P-dir? X-i P-dir. İndi baxın, molekulda, atomda yadınıza gəlir, keçirdi. Atomda cütləşməmiş, yəni tək elektron 3 dənə idi. Bəs molekulda isə tək elektronların sayı, yəni cütləşməmiş elektronların sayı nəyə bərabərdir? 0-a. Çünki 3 dənə tək bu verib, 3-də də bu. Neçə qat rabitə yaranıb? 3 qat. Burada molekulda atomlar arasında neçə qat rabitə oldu? 3 qat. Ona görə də azotun valenti neçədir? Baxın uşaqlar, 3 qat rabitəyə görə. 3 dənə kovalent qeyri-polar rabitə var. Dərəcə nədir bə? Bəsit maddənin dərəcəsi 0-dır. Eyni növ atomdan əmələ gələn maddə necə maddədir? Bəsit maddə. Dərəcəsi nə oldu? 0. 3 dənə P elektronu. P-nin birin bu verib, birin bu. Neçə qat rabitə yarandı? 3 qat. Biri sigma. Neçəsi P oldu? İkisi P. Nə soruşur? Azot molekulunda neçə pi və neçə sigma rabitə var? 1 sigma və neçədə P oldu? 2 də P. Bir də təkrar edirəm. Molekuldur. Molekulda neçə qat rabitə oldu? 3 qat. Ona görə də molekulun valenti 3, dərəcəsi nə oldu? 0. Bəsit maddələr.
Bəli. Eyni növ atomlardan ibarət olan maddələr, bəsit maddələrin hamısının dərəcəsi nədir? Oksidləşmə dərəcəsi 0-dır. 1 sigma 2 C variantı. C variantı. Sonra Hansı üçü də kovalent necə rabitədir? Qeyri-polyar. Qeyri-polyar. Eyni növ qeyri-metallar arasında yarandığına görə uşaqlar qulaq asın, kovalent necə rabitədir? Qeyri-polyar. 46. 46-cı sual. 46-cı suala keçid aldı uşaqlar. Hansı orbitalların örtülməsi hidrogen-xlor rabitəsinə aiddir? Hidrogenlə xlor arasında rabitə. SS. Baxın, 1-də yazıb. Yox, əvvəl bunu birbaşa yazaq uşaqlar. Bax, bu S-dir, bu da P-dir. Ona görə ki, hidrogen 1S1-dir. Bir dənə tək elektronu var. Xlorun 3 cütü, hər dəfə deyirik o sözü və bir tək elektronu var. Baxın, 3 cüt elektronu var. Bir dənə də tək P-dədir. Halogenlərin sonu necə idi? NS2, MP5 idi. 3 dənə cütü var. Bir dənə də tək P elektronu. Ümumi nə cütü hesabına? Elektron cütü hesabına S-lə nəyin örtülməsindən? P-nin örtülməsindən sigma rabitə yaranır. Kovalent polar rabitədir. Hansı orbitalın? S və bərabər nə formalı? Antil formalı. P elektronu. Baxın, P xlorundur. S nə idi? Hidrogenin. Hidrogenin. Atomların mərkəzlərini birləşdirən Düz nə xətt? xətt boyunca S-lə P-nin örtülməsindən. birləşməsi. Baxın, bu S-lə P-nin örtülməsindən yaranan B rabitədir. variantı. B variantı. Ümumiyyətlə halogenlər, bir də təkrar deyirəm, bütün halogenlərin florunda, xlorunda, bromunda, yodunda axırıncı elektron təbəqəsində 3 cüt elektronu var. Baxın, cütləri yazdım. Və bir də necə elektron var? Tək. Atomun 3 cütü, bir dənə də necə elektron var? Tək. Ona görə də halogen atomları arasında neçə qat rabitə yaranır? Tək qat. Bu PP elektronlarının örtülməsindən. Kovalent, qeyri, polar rabitə. Xlorda bir dənə tək elektron bu verir, bir də digər atom. Ümumi elektron cütü hesabına tək qat rabitə. Bromda yenə brom molekulunda, baxın, molekulda 3 cüt, bir dənə tək elektron brom atomu biri verir. Yenə 3 cüt, bir dənə də tək bu verir. Ümumi nə cütü hesabına? Elektron cütü hesabına yaranan kovalent necə rabitə var? Qeyri, polar rabitə. Nə elektronların örtülməsindən? PP. Hibridləşməmiş, yəni bərabər nə formalı? Antel formalı. P elektronlarının örtülməsindən atomların mərkəzlərini birləşdirən nə boyunca? Xətt boyunca. Biraz nəsə yaraşıqsız çıxdı. PP elektronlarının örtülməsindən halogen atomlar, məsələn, xlorla xlor atomu neçə qat rabitə oldu? Tək qat. Sigma olur da. Ona görə də halogenlərin hamısı, baxın, neçə atomludur? 2 atomlu flor, xlor, qazdır. Brom çox atomlu nədir? Mayi 2 atomludur. Yod, qara bənövşələkli bərk maddədir. Bərk də olsa kövrəkdir. Valentləri 1-dir. Aralarında tək qat rabitə var və bəsit maddənin dərəcəsi nədir? 0. Kovalent necə rabitələrdir? Qeyri, polar. Eyni növ qeyri-metallar arasında ümumi nə cütü hesabına yaranıb? Elektron cütü hesabına yaranan rabitə kovalent qeyri-polar. Sonra orada 47-yə baxırıq. 47. Hansı orbitalların örtülməsində xlor və xlor rabitəsinə aiddir? Xlor atomundan xlor atomu arasında neçə qat rabitə var? İndi çəkdikdə bir qat. Bu P elektronun birini bu verib, birini bu. Antil formalı. Çünki bu xlor atomunun sonu necə idi? NS2, MP5. S-in bir dənə orbitalı var. Anti nədir bu? Paralel. P-də orbital. 3 dənə uşaqlar. 1, 2, 3, 4, 5. Neçədən tək elektron var? Bir dənə. Bir dənə bu verir, bir dənə də bu. PP elektronların örtülməsindən neçə qat rabitə oldu? Bir dənə bu P elektronu verdi, bir dənə də bu. 3 cütlə işim yoxdur. 3 cüt, 1 cüt, 2 cüt, 3 cüt. Bunlar bax, nöqtə ilə belə qala da bilir burada. Kimyəvi rabitənin yaranmasında iştirak edən cütləşməmiş nələrdir? Elektronlar. Orada da hansı orbitalların xlorla xlor arasında hansı orbitalların, deməli PP orbitallarla hibridləşməmiş P ilə P-nin örtülməsindən. Bu xlor atomu biridir, bu da xlor atomu. C variantı. C variantı. Neçə sualdır? 47-ci cavab C variantı. Sonra gəlir 48. Hansı maddələrin hər ikisində kovalent rabitə donor akseptor mexanizmi ilə yaranmışdır? Donor akseptor mexanizmi xörək duzunda yoxdur uşaqlar. Bu bəndə atır o. Natrium klorid, xörək duzu, daş duz və ya qalit mineralı A bəndindədir və A bəndində eynən
Həmin orada kalsium, mis neçə sulfatdır? 2 sulfat. Sonra nə yazıb? Strontiumdur. Su yazıb orada. Yox, mis 2 sulfat vurulsun 5 mol H2O yazıb. Mis kuporusu. Baxın, xörək duzu natrium xloriddir A bəndində. Yoxdur burada donor rabitə. Həm də orada duzu öyrətmək istəyirəm. Sizə ona görə yazıram uşaqlar. Misin valenti 1-2 idi. Mis 2 sulfat. Mis 2 deyəndə hara 2 yazırıq? Valenti 2-dir. Sulfat. Vurulsun 5 mol H2O. Bu vahid bir maddədir. Bunun adı nə kuporusudur? Mis kuporusu. Və bir də adı var göydaş. Nə deyirlər ona? Mis kuporusu vahid bir maddədir. Bəzi duzlar, bütün duzlar yox, bəzi duzlar özlərinə müəyyən miqdarda nə molekulu birləşdirir? Su molekulu. Məsələn, mis 2 sulfat özünə 5 mol su birləşdirir. Konkret 5 mol su birləşdirir. Mis kuporusu və ya nə deyirlər ona? Göydaş. Burada donor rabitə nədir? Yoxdur. A bəndi getdi. B bəndində CO2 karbon 4 oksidində yoxdur. Burada da yoxdur. Yaduza gəlir karbon 4 oksidinin kumülə olunmuşdur. Yəni kumülə olunmuş nə deməkdir? Bir dənə karbona 2 qat rabitə birləşib. Baxın, kumülə olunmuş karbondur bu. Bir dənə karbona 2-də 2 qat birləşib. Xətti quruluşu idi. Yaduza gəlir. Bu karbon P-ni yaradan PP. P-nin X-i hibridləşməyibsə, bu karbon nə hibrid vəziyyətin? sp hibrid orbitalının biri burada, biri də burada. sp ilə P-nin örtülməsindən 1 sigma, yenə də sp ilə P-nin örtülməsindən 2 sigma. Burada 4 dənə kovalent polar rabitə var. Onlardan ikisi sigma və ikisi nədir? Pi. Sigma niyə bərabərdir? Piyə bərabərdir. Yoxdur donor rabitə. 4 dənə rabitənin yaranmasında sual verə bilər. Neçə elektron iştirak edir? 8 elektron. Hər xətti yaradan neçə elektrondur? Baxın, bir dənə xətti yaradan neçə elektron? 2 dənə. 1, 2, 3, 4 də rabitədirsə, 4 dənə kovalent polar rabitədirsə, o zaman 8 elektron. Karbon 4 oksid, beynəlxalq adı karbon dioksid 2 gəldi bura və bir də tarixi adı nə qazıdır? Karbon qazı. Nə qazı oldu? Yəni təsadüfi trivial adı karbon qazı deyirlər. Karbon qeyri-metalın nə idi? Oksiddir. Burada da yoxdur. Həmin bənddə bir də nə var? Amonium bromid var idi. B bəndində karbon qazında yoxdur. Amma amonium nədir? NH4 bromid duzlar sinifinə aiddir. Tərkibində NH4 olan duzlar nə duzlardır? Amonium duzları. Burada azotun valenti 4-dür. Dərəcə isə -3-dür. Azotun 4-cü valenti nə mexanizmi əsasında yaranıb? Donor, akseptor. Burada var uşaqlar. Amonium kationu deyəndə az əvvəl də izah elədim. Burada azot 4 valentlidir. Dərəcəsi isə neçə 3-dür? -3. Və üçü rabitənin mübadilə mexanizmidir. Biri isə nə mexanizmidir? Donor, akseptor. Burada birində var amonium bromid, amonium duzlarına aiddir. Bromid turşu qalığıdır. Baxın, amonium qrupin valenti neçə oldu? 1. Bromid nə qalığıdır? Turşu qalığı. Duzun adı nə oldu? Amonium bromid. Neçə dənə donor rabitə var? 1 dənə. 4-cü rabitə donor nə mexanizmi əsasında? Akseptor mexanizmi əsasında yaranıb. Valent azotun 4, dərəcəsi isə neçə 3-dür? -3. Amma karbon qazına görə atırıq. Sonra gəlir C bəndi. NH3-də amoniak kəskin iyili boğucu qazdır. Donor ola bilər, amma donor nədir? Yoxdur. 3 dənə rabitə var. Valenti neçə oldu? 3. Dərəcə də neçə 3-dür? -3. Amoniakı yazanda uşaqlar 3-ü də nə mexanizmi əsasında? Mübadilə mexanizmi əsasında yaranır. 3 dənə sigma rabitə var. Burada bölünməyən nə cütü var? Donor nədir burada? Yoxdur. Baxın, 1 sigma, 2 sigma, bu da neçə sigma? 3. Mübadilə mexanizmi. Burada donor ola bilər. Sonra həmin bənddə bir də dəm qazı. Bəli, dəm qazında var idi donor. Oksigen donordur. Karbon nədir? Akseptor. Birində yoxdur, digərində var. Sonra hansı bənddə? NH4 xlor. Amonium xlorid. Nə bəndidir o? D variantı. Və bir də H2O. suda yoxdur uşaqlar. H2O da yoxdur. D bəndində baxın, amonium. Amonium deyəndə nətər yazılır? NH4. Amonium xlorid. Xlorid nə qalığıdır? Turşu. Bu duzun adını yazaq da yaduzası qalsın. Amonium. Nə deyirlər ona? Xlorid. Oksigensiz duzdur. Tərkibində NH4 olan duzlar amonium duzlardır. Azot donordur. Hidrogen nədir? Akseptor. Valenti azotun neçədir orada? 4, amma dərəcə dəyişmir. Neçə 3-dür? -3-dür.
Amonium duzları hamısı suda neynir? Həll olur. Bütün amonium duzları nədə həll olanda? Suda həll olur və amoniumda 4-cü rabitə nə mexanizmidir? Donor, akseptor. Və həmin bənddə bir də su yazıb. Su oksiddir. Lakin nə duz əmələ gətirəndir, nə də gətirməyəndir. Orada donor rabitə yoxdur. Mübadilə mexanizmi əsasında 2 dənə kovalent necə rabitə var? Polar, kör bucaqda 100, 4,5 dərəcəli bucaq var və oksigen nə hibrid vəziyyətindədir? sp3. Onda hansı bənd qaldı uşaq? Y variantı. Bəli, cavab nə bəndidir? Y variantına baxın uşaqlar, dəm qazı və bir də Y amonium qrup invalentinə baxın. Bir də SO4 nə qalıqıdır? Turşu qalığı. Tərkibində SO4-ün qrup halında valenti 2-dir. Kükürdlə oksigenin deyil bu. Amonium qrup invalenti 1-dir. Bu 2 bura gəldi. Baxın bu 2 hara gəldi bura? Amonium sulfat. Nə sulfat deyirlər ona? Amonium. Nə deyirlər ona? Sulfat. Tərkibində NH4 olan duzlara nə duzlar deyirlər? Amonium duzları. Burada oksigenin valenti 3-dür, dərəcəsi -2. Oksigen donordur. Karbon nədir bə? Akseptor. Gəl çəkə göstərək uşaqlar donor akseptoru. İkisinin mexanizmidir. Mübadilə. Birin bu verib, birin bu, birin bu. Bu cütün verib. Oksigen, karbonun necə orbitalına? Boş orbitalına. Donor oksigendir. Akseptor nədir bə? Karbon. Amonium kationun necə yazırıq? Amoniumda rabitənin 3-ü mübadilə mexanizmidir. Biri isə azot cüt elektronunu verib H müsbətin necə orbitalına? Boş orbitalına. 4-cü rabitə, baxın bu. Nə mexanizmidir? Donor, akseptor. NH4-də 4 dənə rabitə var, baxın. 4 dənənin 3-ü mübadilədir. Biri nə mexanizmidir? Donor, akseptor. Donor atom burada nədir? Oksigen. Akseptor nədir? Karbon. Burada da donor. Azot. Akseptor nədir? Hidrogen. Cavab nə bəndi oldu orada? Y bəndi. Sonra keçir neçənci suala?